Belimdə şiddətli ağrılarla bir çox həkimlərə yaxınlaşdım. Aparılan proseslər nəticəsində məlum oldu ki, belimdə 9 milli disk yırtığı yaranıb. Bir çox cərrahlar, həkimlər mənə əməliyyat təklif etsələr də, nəzir doktor qəbuluna, müayinəsinə keçək. Bu prosesin mənə əməliyyat olmadan da sağalmaq mümkün olduğunu bildirdi. Mehdidə 9 milli ölçülü böyük bir fəqərarası disk yırtığı var idi və belində oturaq nahiyəyə, yəni ayaqlarına verən bir ağrısı var idi. Fəqərarası disk yırtığı bu şəkildə özünü göstərirdi və onurğasında postural bir duruş pozğunluğu var idi. Burada müayinələr sadəcə olaraq mən reallaşdırmıram, ixtisas qrup həkimlərlə birlikdə baxıb dəyərləndiririk. Misal, Mehdinin şikayətlərini nevroloqla birlikdə baxıb dəyərləndiririk və hidroterapiyanın çox yaxşı nəticə verəcəyini qənaətinə gəlib müalicəmizə başladıq və şükürlər olsun ki, çox yaxşı bir nəticə aldıq. 15 günlük seansın nəticəsində bu ağrılardan tamamilə azadan və bugünkü həyatımda heç bir problem yaşatmır. Bugün biz hidroterapiyada sadəcə olaraq insult və insult kimi yerimə məhdudiyyəti yaradan xəstəliklərlə məşğul olmuq. Mehdidə olduğu kimi fəqərarası disk yırtığının şikayətinə əziyyət çəkənlərlə ortopedik problemi olan skolyozu xəstələr, kifozu və lordoz artışı olan xəstələrdə də eyni şəkildə hidroterapiyadan istifadə edərək nəticələr əldə edirik.